Azərbaycanda banka borcu olan vətəndaşların sayında artım müşahidə olunur. Kredit öhdəliyini yerinə yetirə bilməyən bəzi şəxslər isə axtarışa verilir. Belə ki, əksəriyyət hansı mərhələdən sonra borçlara görə axtarışa verildiyini, növbəti prosedur qaydalarını bilmir. Kredit borcuna görə axtarışa verilmə hansı hallarda qanunidir? Qlobal Infoza danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, hazırda kredit borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir. Stat: Əgər bir şəxsin banka və ya bank olmayan kredit təşkilatına borcu varsa və bunu ödəyə bilmirsə, bu hal cinayət sayılmır. Yəni, avtomatik olaraq cinayət işinin açılmasına səbəb ola bilməz. Kreditor şəxsin borcu ödəməməsi ilə bağlı məhkəməyə müraciət etdikdə, müştərinin iştirakı olmasa belə proses davam edir və yekun qərar çıxarılır. Zamin olan şəxslər də buna cəlb oluna bilərlər. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra borc yenə də ödənilmirsə, bu zaman cinayət məcəlləsinə əsasən qərarın icra edilməməsi faktı üzrə cinayət işi başlana bilər. Bu halda borçlunun axtarışa verilməsi mümkündür. Yalnız məhkəmə qərarı icra edilmədikdə şəxs məsuliyyətə cəlb oluna bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.